Düzü yapıyor. Salam qızlar, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Başlıqdan da gördüyünüz kimi və videolardan da gördüyünüz kimi bugün Qədir mənə makiyaj eləyəcək. İndi gəlmişik make-up məhsulları seçməyə. Üzümə fikir verməyim, biraz oynamışam yenə də üzümdən. Belə üzümü nəmləndirdim. Dedim ki, bunu heç olmasa mən eləyim. Neysə, gəlin birlikdə make-up məhsulları seçək. Deməli, birinci seç concealer və tonal krem. Gör hardadır concealer. Tonal vardı. Okay. Yine maymuna çevrildiyimiz günlərdən biridir. Heç istəmirəm. İşgəncə məruz qalıram, yatmır. Yetər ortadakı, yetər. Hə, deməli onu seçdin. Sonra bu foundation'dır. Okay, düz seçmisən. Sonra Bu biraz bahadır. Sonrası biraz ucuzda seçilsin. bu baha deyil, Qədir. Bu nə baha? Kiko Şıqlam. Şıqlam. Və piyasada olan bir çox influencerdan daha yaxşı səsləndirməyi, tələffüz eləməyi şaka mı? Cam kocam seç. Aha, bir dənə də concealer seç. Concealer. Concealer budur yəqin ki. I don't know. Hə, concealer budur. Okay. Okay. Allahım. Hə. Mən əslində proqramçıyam bu arada. Niyə belə işlərlə məşğulum, onu da başa düşürəm. Allah mənə. İşte karım benim. Çox təəssüf. Hə, deməli indi nə seçməlisən? Məruz qalırım. İndi Yəqin ki mən belə bir şey götürməliyəm də. Yox. hə, belə bir şey götürməlisən. Okay, bunu da seçdin. Onu üzə yaymaq üçün. Burada da var bu arada. Heç ora deyil. Enli bronzer, highlighter və sair hamısı burada da var. Sadəcə bura bahalı məhsulları yerləşdirmişəm. İndi sən seç də. Bunlardan istifadə edib məhv edəyim səni. Yox. Yo, mənim üçün fərqi yoxdur. Bu gün Physician formula seçəcəm. Bəli, Physicians formuladan bu murmuru butter oldu. Qızlar, bunları bu bilirəm, Qədir amma özü mənim make-up məhsullarımın çoxsunu bilir, yəni. Deməli, Bronzer seçdik. bronzer seçdik. Enli seçməlisən. Vətən Bunu var. heç istifadə eləməmişəm desəm, yəni. Gəl bunu istifadə edək. Hay Allah. O qədər markalı ola. Aha. İnaplanetiyana çevirim, sən də bax. Sən özün qarşı. Deməli, Bir də pudra lazımdır. bizə, Pudra, sabit highlighter. yerlər üçün. Aha. Bəli. Sabitləmə. Highlighter nə idi? Hə, okey, highlighter bilirəm nədir. Highlighter olaraq bu Şıqlamın highlighteri. Allah kahretsin. Bir də Powerpuff Girls ola bilər. Yox, bu highlighterdir. Yox, bu məncə highlighter deyil. Yox, bu şeydir. Blushdır. Blush oxşatdım. Highlighter götürdük, bir dənə də pudra götürdük. Bir dənə Şıqlam pudramızı götürürük. Niyə Şıqlamla bugün gedirsən? Yəni Şıqlam məhsullarının videosu çəkəcəm. Şeydir bu. Yves Rocher. Yves Rocher. Okay, Yves Rocher. Don't you know that Yves şeydir. Yves. Yves Rocher. Sonra Şotke. yox, şey seçdi. Qaş geli və maskara. Okay, maskara. Maskara bu nədir? Essence-dən. Bu gəl bunu Orada belə şey marka var. Onu seçməyə çalışır elə bil. tart istifadə edəcəyik. Hadi yesin. Şükür. Tartdan bir də. Yox. Bir də lazım idi bizə. Bir də bir konturlamaq üçün bəlkə buralardan bir dənə paletka seçəsən. Kontur üçün demirəm, dabaqqa, ənli bronzer üçün deyirəm. Yo. Bunlara məruz qalacaqsan bu gün. No. Yo. Hə, başqa nə seçməliyəm? Başqa dodaq qələmi seçməlisən. Dodaq qələmi. Bir dənə random bir dodaq qələmi götürək. Bu Gör nədir? ucu var onun. Face Secret. Var, biraz var. Hə, okey, götür. Bir dənə dodaq boyası seçməlisən. Dodaq boyası. Bu desən şeydir, Deborah Milano'dan seçirəm. Allah kahretsin, bunların hamısını belə bilməyim. Gloss seçdir, amma tam belə dodaq boyası seçmədin də, yəni. Başqa mövzular da var. Tamam, onda belə eləyək. Gloss yox, dodaq qələmi istifadə edirik. Pomada seçsəm daha yaxşı olar. Fərqi yoxdur əslində. Qorx məndən, Anarata kişiyə. Mən geliyorum. Azərbaycan kimi ölkə bizim kimi üçün balaca olacaq. Bazarını öldürəcəm maalesef. Sorry hocam. Ne eləyəcəkdim mən? Pomada götürəcəm. Pomada nə? Bu gün pomada olaraq MAC-dən istifadə eləmək istəyirəm. Velvetdədir. Velvetdədir.
Okey. Okey, belə inoplantiyana döndərəcəm səni hazıram. Deməli qidadaq Elə bir qələmi. makyaj eləyəcəm ki, sən bir də belə bir içerik üçün mənə yaxın. Liner də götürməlisən. Düz linerim çox deyil. Buralarda bir yerlərdə tapa bilərsən. Liner, buradakılar liner zat deyil. Burada yox, liner yoxdur. Liner. Flor makyaj. Olmaz, okey. Göz ten paleti olaraq nə seçirik? Burada da var. Burada göz ten paletlərimizdən bunu seçirik. Bu Teknik deyə bir marka var. Hə, var. O Real Techniques deyildi. No, ayrıdır. Okey, Teknikdən Born to be Wicked. Ay bir şey. Bəs bunları nə ilə vuracaqsan bizə? Bunları Hə. deməli şotka lazımdır bizə. Bəli, bəli. Şöyle rolik lazımdır sənin sifətinə. Bir də onları belə istəyirsən bunların içinə qoy apar gədir. Bunun içinə də əldə yalanlar. Yoxdur, vedrədən zatdan yoxdur. Aslında deyirəm, hə, gözlə. Yox, bir şey lazım idi. Fırça burada deyil. Fırça burada desən. Hə. Fırça. Deməli. Bir onlara baxa-baxa nə fırçası seçəcəksən onu seç də. Buna bilmirəm nə bir şey fırça. Buna yəni ki, böyük fırça istifadə olunur. Pudralı sabitləyici. Bunu seçirəm. Daha yekəsi olsa daha yekəsi seçərdim. Bir də onun rəngi nə var? Hə, bu ənli üçün istifadə olunur. Amma mən bunu pudra üçün istifadə edəcəm. Tamam, bu ənli üçün istifadə edəcəm. Hə, bu bronzer üçün istifadə olunub. Bəli. Sonra Hər şey tötündən sallamam peki. özdə o qədər əmin şəkildə danışıram. Sonra mən gözün üstünə bir fırça seçməliyəm. Bunu seçə bilərəm. Harda belə şey kimisi var. Sən qaşındın. Kusura bakma. Hə, indi bunun üçün ayrıca seçməliyəm mən. Pufik. Hə. Öyrəndim şey. Pufik. Yes. Bunun. Hazırıq. That's all. Başqa şey istəyirsən vurmayacaqsan belə şeydir. Nə vurma? Üz sabitləmək üçün pudra vurmuşam, başqa nə vurmalıyım ki? Sonra nə bilim hər şey götürdün də hər şey üçün. Sən Bu. adi. Bu. Ola bilər. Əsasən mən bunlardan istifadə edirəm. Maraqlı deyil. Sən aslında. Sən mən özüm qızım. Okay. Nəysə qızlar seçdi, indi gedirik make-up-a. Make-up. İlk öncə nədən başlayırıq Qədir? İlk öncə xanımlar, şəxsi təcrübə. Mən hər səhər tanalisiz çıxıram evdə. Bəli, bu gün də tanalidən başlayırıq. Məncə tanalidən başlayırıq. Bəli, özüm qaşındım. Çox istəyirdim ki, sənin o qızıl əllərindən bir makyaj yapayım da, yaxşı. İntizarına çox qoymayım. Yəni bunu kiloyla. Hə, belə bir şey. Hara götürmək lazımdır? Bunu əlimə tökməyə gözləyirsən, tamam. Sən əlimə yoxsa sən? Fərqlisi nədir? Sən özün indi make-up artistsənsən. Make-up artisti mən müştərini tam istismar edirəm. Güzgü gətirmədik. Mən oturub güzgümdə baxardım özümə. Yox, sən ən axırda baxacaqsan. Bax, mən də Fissentə döndərəcəm səni axırda. Güzgüm var, Benefitin güzgüsü sağ olsun. Burada reklamlar. Benefit. Yaxşı, bunu deməli Şiqlamdan bir tonalimiz var. Görürsüz. Ondan istifadə edirik. Ümid edirəm iş yoldaşlarımın qabağına çıxmaz bu video. Bizim atamın qabağına çıxarım. Allah bomba olar. Tam belə, tam bağlar qopar. Bunu belə edirik. Məncə. Bilmirəm. Dakika bir gol bir. O belə yayırıq. Məncə mənim üzüm yemədi onu. Şey yedi. Sponge. İndi onu belə başlayırıq. Bu da əvvəl başda kroska deyim. Rolik olsaydı daha yaxşı olardı. Düzdür. Ustanı çaşdırın xahiş edirəm. Usta dərkən. Bu artıq make-up artisti oldu. Ay usta, bağışlayın üzr istəyirəm. Siz neçə ildir ki bu Smerada fəaliyyət göstərirsiniz? 2010-dan bəri. 2010-dan bəri bunu öyrənə bilmirsiniz belə. Ancaq xüsusi anlarda, xüsusi vaxtlarda make-up edirəm. Mən özüm make-up eləmirəm. Doğal gözəlliyə, gözüm içinə girdi. Özüm doğal gözəlliyə önəm verirəm. Çox elə bir yedi. Hə, bunu düzü yapıram.
Gözəl oldu. Yox, gedir. Mən biri də 2 dənə make-up eləmişəm. Bu yerimə də bıraq. Bil ki, tonal naz oldu. Bilmirəm, o sən bilərsən. Biraz da vurmalıyam məncə. Bol tonaldır. Məndən bir tövsiyə. Bunun üstünə və yaxud o dəqiqə şey eləmə. Buradan biraz isidirsən əlinin üstünə, sonra götürürsən belə Sən bir mənim barmaq. əngin təcrübəmdən daha çox bilməyəcəksən. Xahiş edirəm, kəs səsini. İnkar et, mən vereyim. Qaşımın üstünə vurmadan gel vurmuşam ona. Gel mən vuracam da. Gerek yok. Gel yox, bax gətirməmisən, nəyə vurasan? Olsun, gətirərik. Rəhəm sıxıldı. Bu işdir, amma hər gün eləmək. Çörəklə də sıyırmaq olur. Bəli, baxın. Əgər yorum make-up aparmayacağım. həyat yoldaşınızı make-up eləməyi öyrənsin, artıq çox pul verməyinizə ehtiyac yoxdur gözəllik salonlarına. Düz demirəm? Düz demirsən, amma... Kocaman belə sütmüləri pat eləyiblər. Afərin. Azdı axı. Kifayət eləmədi. Məncə biraz da bir yaxmalıyam. Bax, necə gözəl vurdum ha. Xoşuma gəldi. Bu oldu sifət. Qarayam ki. Qaşımın üstünə də vurur. Ay Allah. Qaşınızı salfetlə siləcəyik. Salfetini neyəsə gel vurmuşam ona. Aset pıt pıt pıt. Bax, çox qarşısan ya. Mən oturum, sən elə. Böyle, necə də gözəllədim. Siz bunu bilmirsiniz, məndən öyrən. Dodaqlara da tonallə vurmaq lazımdır. Bax belə. Dodaqlara əlbəttə ki vurmaq olmaz. Dodaq çünki dərisi daha həssas bir dəri olduğuna görə. İndi isə keçirik konsilera. Bəli, konsiler nə üçündür? Göz altı üçündür konsiler. Mən bildiyim qədər. Dazılmasa. Matte iş gözlə. Bəli, L'Oreal'ın məşhur bir nömrəsidir. Mən bunu qaça-qaça gedib almışdım. Sənin paran idi ki. Yəni sənin paran idi. O bir dənə o sənin paran idi, hə. Qalanların hamısı öz olur. Hə, 90% öz olur. 3 3 dənə, 5 dənə şey alırsan Onlar mənə. xanım, Elə bilirəm. diqqətimizi yayındırmayasınız. Məncə göşün elədim ha. Yaxşıdır. Alına. Все. Nə dəxlisi var hara vurduğu. Onsuz da yayacağız o. Allah. Məncə bu qədər bəsdir. Tam olaraq nə eləməyə çalışıram? Savaş boyaları sürürəm burada bax. Bu nə iş görür? Ümumiyyətlə konsilerin olayı nədir? Göz qaralarını örtmək üçünmü, nə üçün? Gizlətmək üçün. Conceal edir. Conceal eləyir. Ən maraqlı olan nədir? Concealer əvəzinə bunu tonallə eləmək olmazdımı? Gözün üstündə göz teni vuracaq. Hə. Nə günə qoydum mən səni? Terrorist oxşadın cavabı. Yoxsa hər gün demirsən terrorist oxşayıram. Hə, indi daha pisini oxşadın. Hizbullah'a oxşadın. Gözdə də iş görürəm. Təbiiliyi qoruyaq. Siz təbii no make-up eləyirsiniz Qədir bəy. Bəli. Elə bir make-up eləyirəm ki, üzdə make-up olduğu bilinməz. Niyə videolarına baxmırsınız? Ən lazımsız insanların belə danışa bilmədiyi videolar. Mən buna o boyda kamera aldım, elədim ki, bunun videolarına baxılsın. Kamera alandan sonra videoların bərəkəti çəkildi. Bilsəydim almazdım. Keçən həftə birini görürəm YouTube-da. Thumbnail-a, yəni üz qapağına bu ilk nə görsənəcəkdi izləyicilərə, hansı şey. Gözü bir ay yuxarı elə. Hə. Ona götürüb nə bilim öz make-up məhsulları deyil. Amma internetdən tapıb qoyub və altında da yazıb ki, make-up məhsullarımı şey edirəm. Düzənləyirəm. Və cəmaət də onun make-up məhsullarını görüb deyir, nə maraqlı, görüm elə gedim mən istəyim də. Girirsən, baxırsan, nə bilim, o məhsullarla əlaqəsi yoxdur. Amma mən normal bir şəkil, nə bilim, real şeylər qoysam da baxmırlar. Öz bilərsiniz. Deyir, baxdığın YouTube kanallarını deyir. Deyim kimsən. Hə, deyim kimsən, bax. Dəyişək. Yəni baxdığımız video qədərsən.
Orada bilmirəm nə demək istədi. Şairə bir şey demək istədi, başa düşmədim. Hə, qızlar, deməli, bəylər. Möhtəşəm bir konsiler yayma elədim. Bəzi yerindən əmin deyiləm, biraz məncə çox elədim. Amma olsun, belə şeyə Çinqaçkoka oxşadı. Amma pis deyil. Yox. Nə bilim. Gözün üstdən də məncə vuraq. Gözün üstü qara qaldı, xoşuma gəlmədi. Çay içəcəm, mən ustayam, o deməkdir ki... Amma sən mənə də təklif eləməlisən də nəsə içməyi. Yox. Niyə? Havayı eləyirəm, xeyr ola. Pul versəydin, çay təklif eləyərdim. İndi mən içəcəm, sən ağzıma baxacaqsın. Mən çay xoşlamıram. Maraqlı deyildi zaten. Ay Allah, nə güc eləyirsən? Ona görə yaradan məni qadın yaratmayıb ki, mən bax belə işlərlə uğraşmayayım. Məni ilə düzgün konuş. O, nə qəşənglədir. Xoşuma gəldi. Qəşəng. Həyatımda hələ belə burası bir qəribə qalan. Kes lan. Üzüm elə bir qocaldı. Qocasan. Hə. Məncə amma konsileri məncə yaxşı vurmuşam. Hə, okey, bu Hə, yola vermə. Konsileri necə vurmuşam? Bilmirəm, ay qoca. Gəl xallandırma istəməli. Bax, kanal vurmağıma 10 üzərindən neçə vurarsan? 5. Konsiler. Bir dəqiqə baxın, mən sənə deyirəm. Konsiler vurub qutarana qədər göz altlarıma artıq dolduğu üçün və göz üstlərimə də dolduğu üçün və bəzi yerlər ümumiyyətlə vurmadığım üçün 4. Mən halbuki konsiler bəyənmişdim. Hə, tamam, 10 üzərindən 4. Yaxşı, indi daha pis günə qoyum, sən də bax. İndi nə vaxtıdır? İndi məncə bronzer vaxtıdır. Bronzer. Mən elə düşünürəm. Hə, okey. Muru batırdan yox. Qızlar, bu arada bu video, yəni gerçeği anımsatmıyor. Birdən bu Qədirin make-up sıralamasını həyata keçirmək istəyirsiniz. Bu onun hayal ürünüdür. Budur. Nəysə. Mən düşünürəm ki, bu olmalıdır. Çünki məncə pudra bunların üstündə olmalıdır. İndi barmağı vur. Nədir bu, necədir? Üz yapışqandır. Yapışqandır. Hə, məncə pudra lazımdır. Niyə görə bunu niyə görə vurmamalısan yapışqan şeyin üstündən? Çünki şeydir, palçıq kimi yayılacaq. Möhtəşəm. Məndən yaxşı bilir, yəni. Gördünüz, var. İvroşedən belə bir pudramız var. Bunu səhv eləmirəmsə nişanda almışdıq deyəsən. Xonçaya. Ay Allah, deməsə ürəyi patlayır. Yox, Sən olmusan, sən olmusan. Ben yaptım. Evet, ben aldım. Başqa nələr aldın ha? Hələ bir şey görməmişəm. Sabah 8 Mart'dır. Bax belə vicdansız insanlara makyaj belə eləmək lazım deyil. Bunu belə iki barmağınıza keçirdiniz. İndi bu Terminator xanıma Pıtlamağı nə qəşəng eləyirsən? Ben öyleyim. İstəyirsən pul ver, hər gün pıt-pıtlayım. Bəli. Yəni bu biraz değil. Tez vurmalısan bundan sonra. Sən əlavə kommentlər çox bildirirsən. Qoymursan burada işimizi görək. Bacarsan sən gəl elə. Xallarları bir şeylərdə ən çox gözəllik salonlarında olur. Qızım, bir gözümün altı belə olmamalı idi. Maraqlı deyil. Bu mənim öz əl yapımdır. Nə qəşəng elədim. Məncə qəşəng elədim. Mən də yəni əslində düşündüklərim nə yaxşıdır. Bunu elədik. Məncə bu qədər bəs. Bizi eləyədən maraqlıdır, yəni hər şeydə yerinə qoyur. Bəli, sərgəl olmaq lazımdır. İstifadə elədi. İndi isə keçirik. O ənliyi götürüb məni çaşdırmaq üçün mən amma İkisini o ənliyi yaxşı olur. Mən isə bronzerla davam edəcəm. Bəli. Physicians formuladan bir bronzerimiz var. Xoşum gəlir bu bronzerdan. Mur Batı bronzeri. İndi bunu tətbiq etmək üçün bir şotkamız götürürük. Fırça seçimi. Bu fırçamız bilməm nə qədər yaxşıdır. Kanada Tanali fırçası. It's okay da götürmüsən, dəyişmək olmaz. Hə, indi bunu belə nə qəşəng yeri var. Şirinat iyi gəlir. Çox elədim biraz. İndi nə etmək lazımdır? Hə, görmüşəm videolarda.
Buradan sonra sıyıracağım çörəylə. Hə, bronzer bildiyim qədərilə yanaqlara vurulan bir şeydir, hə? Qoşun gülürdüm valla. Yanağa vurmur, səni bütün üzümə vurdu. Hə, bu canları buradan başlanır, doğru hə. Bronzer oldu ki, bir günəş yandırıb da sənin bəzi o tam gün. Yəni mən bu işin məntiqini başa düşə bilmirəm. Bir dənə qaradır, ağardır, sonra qaraldır. Ne gerek var buna? Düzgün yerlərə vuranda çox qəşəng üz. Ne yaxşı. Bu anlamsız gəlir mənə. Nəysə. Qəşə vurdum bronzora, xoşuma gəldi. Mən baxım, indi sən hər şeyi özün, həyat. Qəşə makyaj elədim məncə. Üzüm aşağı düşüb. Bax. Onlar imkan verərsiniz, xanım. Məncə qəşəngdir, yox. Mən xoşuma gəldi. Xanımlar, baxın bunu bu şəkildə tətbiq edirsiniz, öyrənin. Bəylər siz də. Mən hər gün işdən getməmişlərlər bunu edirəm. Şey Artıq bu make-updan qorxmağa başladım. Transformers oxşadı. Bəli, все. Baxım, Bir dəqiqə görün bronzer nələrə malikdir. Yəni üzüm aşağıya doğru düşüb və yanağım çox böyük görsənir. Tosuncuqa oxşayırsan. Nəsə keçirik ənliyimizə. Bunu da olayın başa düşə bilmirəm. Bu bronzerdə, highlighterdə, ənlikdə üçü də eyni yerə vurulur. Düzdür? Biri bozartmaq üçün, biri rəngləndirmək üçün, biri də parıldatmaq üçün. Anlamsınız? Bu arada üçü birində bir məhsul istehsal olsa, məncə kişilərinci birdə biraz pul çox qalar. Wet n Wild firmasından bir ənliyimiz var. Bilmirəm hansı nömrədir. Çox gözəl oldu. Biraz alnına doğru. Çünki çox fərqlidir. Belə svetofor oxşadı. Bu nə də Cinok? Tabe. Tabe oxşadı. Make-up eləyirsən. Normal deyil çox sirkin make-up eləməyə. Hə, məncə biraz belə də vurmaq lazımdır. Hə, biraz belə də vuraq ayıbdır. Belə bir 5 qat çəkim. Rey Mysterio oxşadı. Çox pis oldu. Bu nədir? Allah dönəsə xanım. Mən bax hamısı mənə yayındırdığım üçün olur bax. Mən sənə dedim ki, bax mən gedib yatır dedim. Məncə bu videonun 2-ci seriyası olmalıdır. Mən sənə make-up eləməliyəm. Yox, sağ ol. O məncə daha çox baxılar. O məncə bizim boşanmağımıza da səbəb ola bilər. Niyə? Gələcək. Gələcək. Nə gerək var? Kocam bu nədir? Neynəmisən sən? Nə oxşayıram mən? Qəşəngdir. Qızlar, məncə Qədir bu nədir? Sən üçün mırtdaşırsan. Mırtdaşmaq üçün başqa video Allah haqqı mırtdaşır. Bacardığı bu. Yo, xahiş edirəm, yo. Müdaxilə edərsənsə video çəkməyəcəm mən səndən bir də. Müdaxilə edəcəksən. Elə çəkməsən yaxşıdır. Bu nədir? Bilirsiniz nə yox? Şey bir ki, dənizə getmişik. Eləmədi. İçə qızsan axı, eləmə. Eləmə də, eləmə. Yox, mən xoşuma gəldi. Məncə qəşəng eləmişəm. Hə, deməli, bir dənizə getmişik. Üzü yan. Üzümə bir həq. Ay Allah, bu nə? Hə, yox, qəşəng. Bir görün də make-up nələrə qadirdir. Almaq. Bu necə çirkin oldu, çox şükür. Hə, bu qutardı. Ay, dirək. Şiqlamdan belə şirin UFO-ya oxşayan bir highlighterımız var. Ben ki, highlighter üçün fırça gətirməmişəm. Ona görə 50 üçün istifadə edim, fırçadan istifadə edəcəm. Görün sifəti yaxınlaşdır. Hatları. Zərri bir şey var axı burada. Ben görürəm. Gözlərimin altı nə gündədir? Sən gözlərimin altına Sən desən keyfdəsən. Sən desən keyfdəsən. Abi, mən kişiyəm. Nə əlaqəsi var? Abala, mənim kosmetik eləyə bilməməm çox normal bir şey. Yox, bax, elə istəsən mən video çəkməyəcəm bundan sonra. Ya bu nə daxil ya? Məqsəd odur ki, mənim necə makyaj elədiyimi görək. Yaxşı, gəlin barmağımla belə yağ kimi çəkim. Bax belə.
Usta işinə müdaxilə. Bu tərəfə gəl. Gül kimi video çəkirəm. Burada sənə master class keçirəm. Çox naşükür sənə. Deməli, indi isə xanımlar, keçirik dodaq qələminə. Dodaq qələminə. Görün necə dodaq qələmi çəkir. Usta işi görürəm burada. Nə qədər sevilirsən axı. Dodağı qara dərili xanımların dodağı kimi bu boyda oldu. Nəysə, məncə qəşəng çəkdim. Hə. Bax, oynama da, düz çək. Necə səbəşdirirsən mənə? Qoymursan işimi görüm. Bura bax, bura bax. Özü mənə deyib ki, mənə makyaj elə, indi narazılıq eləyir. Sən çox qəribə adamsın. Gözlə də, gözlə. Cəlal, gözlə də. İmkan ver işimi görüm də. Dur, sən yorursan ya adamı. Elə bir model kimi çağır. Dodağı burada biraz böyük oldu ama olsun. Ay qədər! Bu zarafatdır şey. Yo. Eləmə də düz. Əlimlə gələ. Düzgün eləmirsən axı. Normal Biz deyil. make-up videosu eləyirsən, mən burada klonu oxşatmağa çalışıram. Ay bala, mən çəkə bilmirəm. Çəkə bilirsən, yalan danışma. Hə, bir də iki də çəkmişəm bax, hər bir şey. Nə əlaqəsi var? Xətt boyunca gedirsən də. Hə, yaxşı. Allah hamd olsun səndən bir də video çəkmərəm. Bax, əsəbləşdirəm buradadır. İş görürəm burada, imkan vermir ya. Bu necə bir dodaq qələmi çəkməkdir? Bence çox qəşəng oldu. Dodağı biraz kələ-kötür, biləsi var yoluna oxşadı amma olsun. İndi isə gözəlim məkkə görün harada istifadə edirəm. Alnına vuracam. Nə dedi? Hə? Alnıma niyə vurursan? Alnına herhalde vurmayacaq da dodağa vuracam. Nəzələrim. Çox aqressivsiz Zəvər xanım. Burada gərgin olmayın. Pul vermirsən, eləmirsən. Burada video çəkirik. Hə. Bu belə yayılır ha. Dodağım indi miyav-miyav elə. Hə. Bəsdir sən canım, bəsdir. Vurma, hə, bəsdir. Yox. Baxın, bəzi yerlərdə az olub. Dodaq makyajın çox mükəmməl. Çox gözəl, çox əntiqə, çox pakizə. İndi isə bu nədir? Liner. Düz elədi. Lineri sən düz eləyə bilmirsən. Məndən mi gözləyirsən düz eləməyimi? Yəni sən bilərəm çox uzada bilərsən. Bax, elə mən bura kimi çatdırım. Bax. Bu nədir sən canı qədir? Bazardığım budur. Xoşundur. Xoşu gəlmir? Hə? Xoşu gəlmir? Davay. Çıx. Dur. Çıx çırə. Yox, biz göz teni vurmadıq. Qızlar, biz göz teni vurmadıq axı. Bəlkə göz teni. Baba günü burada yorub. Hə, yaxşı da qurtdalanma. Qoy qayıtsan babağa. Qopartma. Hə, indi isə teknikdən eləmə Cəlalə. Teknikdən göz paletimizi istifadə edirik. Hansı rənglərə vuraq? Ən belə maraqlı. Bax bu. Mən bu günlər tünd rənglərdən gedəcəm qızlar. Görün necə gözəl estetik iş gördüm mən. Elə bil UFC-yə çıxıb gözüm vurub qaraldı bu. Rəqibi kim idi? Ronda Rousey idi rəqibin. Yoxsa bu isə bunu belə çəkilər. Hə, başa düşdüm. Bu olayını çözdüm. Bir gözündə başqa rəng eləyəcəm yazarım. Elə daha qədər də yox. Bu öyrətsinə. Qızıl kimi əlləriniz var imiş Qədir bəy. Bəli. Boş kommentlərinizi özünüzə saxlayın.
Mən bu nacizane işimə söz atmaya xahiş edirəm. Belə nacizane işimə söz atmaya. Çox gözəl oldu. Məncə göz tenini çox qəşəng vurdum. Bununla bağlı heç bir tənqidi qəbul etmirəm. İndi buna 10 üzərindən neçə verirsən? Mən də bir dənə vurdum. Hə? Hə, bir dənə bəsdir. Nə ehtiyac var çox? 10 üzərindən 2. Niyə? Hələ bronzer var, ondan mənfi 10. İndi isə tartdan tujumuz var. Maraqlı şotkası var tujumuzun. Buna neçə verirsiniz? 3. Çox naşükür xanımdır. Mən burada gül kimi səmərəli vaxtımdan ona vaxt ayırıb kosmetik edirəm. O isə bəyənməməzlik eləyir. Cəmaət yalvarır, Qədir bəy bizə makyaj eləyir. Yaxşı. Xanımlar, indi isə eyeliner çəkirik. Ay, İspan qız var ya, belə eləyir. Ya bu murta çəkdim. Allah haqqı bu Bu murta çəkdim. Bu nədir? Göz aşağı niyə çəkirsən ağı? Qardaş can deyirəm, bunu bacarır. İnanmır ya. Bax yenə uzadırsan. Hə, yaxşı. Allah haqqı budur. Canım, axırıncı videomuz olur qardaş. Biz səninlə sağollaşırıq orada. Çünki sən utanmadan, mənim 30 yaşım var, ömrü həyatımda bunları əlimə almamışam. Özü görürsən ki, mənim makyajım var. Daşmazsın eli. Bax, sən öldürürüm, bacardım. Sən öl, mən niyə ölürəm? Sən öldürürüm, bacardım. Buna batanam. Ya, məncə gözəl alındı qızlar. Elə deyilmi? Tam olsa deyəcək, həmişə cəlalərin elədiyi. Liner. Cəlalərin elədiyindən biraz pisdir. Biraz qaldı. Ya bu nə? Yox, gözəldir. Bu daha qəşəng oldu. Biraz qalın oldu, amma qəşəng oldu. O balaca uşaq var, İspaniya uşaq. Bir dənə verir. Hə. Bir dənə vurur. Hə, bu qədər. Məncə başqa bir şeyimiz qalmadı. İndi siz Ya Qədir, həqiqətən bu üzü arxada da bir dənə mahnı qoyuruq da. İndi sən belə tuturam. Kainatda yoxdur sırtı. çox pis elədin. Yox, məncə çox gözəldir. Xanımlar sizə. Bu heç olmasa cəhənnəmə bir... Bu nədir? Bu make-up-dıcı saçımı da açın bax. Hə. Make-up by Belə gəlir. bir döyübsən, üstündən də mən... Ay Qədir, translar Baxın. Yəni translar belə bundan daha gözəl make-up eləyir hə. Məncə gözəl oldu xanımlar. Siz Yəni bu gəlin make-up baxın, bir dəqiqə. Bax, gözümün altına dolmaqlar. Məncə qəşəng. Ən mundarı elə bu liner oldu. Bunu çəkməsən də olardı. Yəni bu Mən nədir? istədim ki, bax, necədir? Qızlar necədir? Xoşunuza gəldi Cəlalə xanımın makyajı. Məncə kifayət qədər keyfiyyətlidir. Biraz üzgün üzə dönüb. Dodaq hələ dodaq. Ay Allah, bu nədir? Necədir? Məncə yaxşıdır. Biabırçılıq. 90-cı illər Azərbaycan Videonu seriallarından yükləməməyim gəldi. Yəni o dərəcə çirkin oldum. Azərbaycan seriallarından çıxıb 90-cı illər. Bu nədir burada ağ? Cəlalə xanım, fikirləriniz necə idi? Qızlar. Yoldaşınızla çox gözəl, səmərəli vaxt keçir. Xahiş edirəm, bir 5 dəqiqə dayan, mən danışım. Hə, yoldaşınızla çox gözəl, səmərəli vaxt keçirdiniz və o sizə möhtəşəm make-up elədi. Necə idi? Bok gibi. Gotik qızlara oxşadım. Bilsən. Yəni bu liner nədir? Bu videoda qutaracaq əlbəttə ki. Və bu Ondan hədə sonra da sən qorxulara görərsən. boyun əyməyəcəm. Tüpürəcəm indi çayımın içinə. Mən, bax, uje çirkəfləşdik. Uje iyrəncləşməyə başladıq. Bəli. Ya dodaq yəni bu burada üç bax. Bu nədir? Gözəldir. Xanımlar və bəylər, məncə sağollaşaq. Cəlalə xanım gərəyindən fazla aqressivləşdi. Gərəksiz şəkildə. Mən Bu ona nədir? gözəl vaxtımı ayırıb makyaj edirəm, o isə mənim elədiyim işi bəyənmir. Nankor kedi.
Sağ ol de. Ay Allah, bu nəyə oxşuyum? Həqiqətən translara oxşuyuram. İzləyicilərlə sağollaşın. Ya da ki o yapanlarda geyşalar var. Geyşadır. Onların makyajları yaxşıdır. Abartılı olur amma yaxşıdır. Hə. İzləyicilərlə sağolaş. Sağ ol. Nasılım? İyi miyim? Güzel miyim ha? Bildirin hadi. Hadi bir yazın. Geçsin biraz ağlasın. Sağ olun.